Göyçem Zengezur'um elden gelipti. Gel boyuna kurban ay vatanım. Yağlar köksünü talan edildi. Gel boyuna kurban ey vatanım. Göyçem Mahmud'um elden gidipti. Gel boyuna kurban ay vatanım. Şuşa yayladığını sis duman aldı. Har bülbülümün gözleri doldu. O kanal neşesi şaşırıyordu. Kanal neşesi şaşırıyordu. Gel boyuna kurban ey vatanım. Yine benim o günlerim olaydı. Eteğinden gül dereydim. Yine benim o günlerim olaydı. Uşağım gece olup birine. Güzel şanlar yolda kalıp birine. O illerin hasretinden ölür. Yine benim o günlerim olaydı. Nice şirin güzeldi o günler. O günlere hiç atar mı bu günler? Ya da düşer öten günler. Ailet çekip geçer düşmez. Yine benim o günlerim olaydı. Kaydaydı geriye Həmişə simbol olan bizim qazimiz Müşfiq qardaşımız var. Hamımızın ürəyi, canı, ciyarı, hörmət etdiyimiz, həmişə hörmətin gördüyümüz gözəl bir insandır. Qardaşımı salamlayıram, sözü məmnuniyyətlə ona vermək istəyirəm. Buyursunuz. Salam ay cemaat, hamınızı salamlayıram. Deyirəm, vaxt vardı, toylarda deyirdiler, gün o gün olsun falan şey olsun. O söz benim o kadar acığıma gelirdi ki. Ama bakın bu güne, o gün olubdu. Başta yaşayan kardeşim olmayla bütün şehitlerimizin karşısında baş eğirəm. Allah onlara rəhmət eləsin. Allah Kur'an and olsun, hamısı onların sayesindədir. Şimdi çıkırsan bu dağların döşlerine baksan hamısı plakatlar. 18 yaşında, 19-20 yaşında. Ömürlerinin en güzel çağlarında canlarını verdiler bizden ötürü. Allah hamısına rəhmət eləsin. Bir daha hoş gelmişsiniz. Tamam, tez görüşeyiz inşallah. Ötürəm hamınızı. Sağ olun, var olun. Hocam ya siz var olun, yaxşı ki olasınız. Bütün vətən, elva heç kəs unutmur, həmişə yanınızdadır. Var olasınız. Hava çağrı göneli. Hələ bilmirdim, maşallah, qəşəng hörməti. Belə hər yerdə sözü keçən.
Mən həqiqətən dəyər verdiyim gözəl bir insan Mehman Əməoğlu'nu dəvət edirəm bura. Gənclərimizin adından gəlsin, qəşəng bir dənə öz sözünü desin. Əməoğlu gözləyirəm, gəl. Hər vaxtın seyir çəkmabdı cəmatın çoxu dağılıqdır yenidir. Şükür Allah ki, bugün yığışdıq bir yerə. Allah canını sağ eləsin. Rəsul Əməoğlu'nun, Əbifət xanoğlu'nun, Bəxtiyar müəllimin, əziyyəti çəkənin hər birinə ayrı-ayrı təşəkkür edirəm. Bəli, 33 ildən sonra işlətən çox çalışdıq, axırı aldırdıq. Bəziləri bizə mız qoşdu, hərə bir söz dedi, amma bu çətinliklərə baxmayaraq məktublar yazıldı, icazə alındı, tədbirlər görüldü. İlk dəfə 33 ildən sonra biz bu məclisi keçdik. Kəndimizlə də maraqlanırıq, məktubları da yazmışıq. Allah Bəxtiyarın canını sağ eləsin. Nazım həkimində, Hamaxan doktorunda, Əhliman qonşununda, Ağsaqqal və məsləhətləri verir, Rafiq müəllimində, kəndimiz haqqında bu tədbiri keçməkdə, o məktubları yazmaqda məqsəd odur ki, gələcək nəsillər bizə irad tutmasın ki, bu cavanlar neynədir, amma biz nə lazımsa elədik. İndi təbii ki, dövlətimiz hardan tikilsə, desə oradan da tikiləcək. Min şükür ki, yəni getdik qəbristanlığı da ziyarət elədik, çadırımızı da qurduq, tədbirimizi də keçdik. Növbəti hədəfimiz inşallah qəbristanlıq olacaq, BSTK-nın qurulması olacaq. Ağsaqqallar dediyi sözlərə əsasən də bu işlər alınacaqdır. İndi təbii ki, Kənd Mahmudluğun 600 yaxın sakini var. Çox təəssüflər olsun ki, bugün 110-120 civarında insan gəlir. Başa düşmək olar. Bəzi Qurban bayramıyla, bəzi uzaqdadır, bəzi maddiyyat və hər bir işi var. Heç kimlə inciyib küsə bilmərik, amma bu tədbiri keçirdik. İnşallah indən belə də bu tədbirdə davamlı olacaq. Allah bizim kəndi qorusun, ağsaqqalları qorusun, Allah ölənlərimizə cəmi rəhmət eləsin. Bu cavanlar yetişir, indiki cavanlar ali təhsil alır, maşallah. Yüksək vəzifələr tutur. Bunlar bizim kəndin gələcəyidir, biz onlarla fəxr edirik, çoxu bilmir. Bu qədər. Allah sizlərdən razı olsun.
Bilsin ki Nizaməddin de böyük əziyyəti var, onu da qiymətləndirək. Nizaməddin mənim təşəkkür ederim. Hər birinizə, Anar müəllimə, Cəlala, Müşfiq müəllim oğlu, yadımdan adı İsmail edir. Hamınızı öpürəm, bağrıma basıram. Bəli, mən çıxıram, bir dənə sarı köynəyi çalın, oxuyun, mən getdim. Sağ olun, var olun. Mahmudlu da əhliman olar, sarı köynəyi olmuyor. Qeyri-mümkün. Tüm mahnılar bizde. Oldu.
həmişə sizə bir şən günlər. Gün o gün olsun ki, yığışıb gəlib hamımız yaşayaq, bir yerdə olaq, əvvəl kimi. Qonşu olaq, mehriban olaq, xeyirişlərimiz bir yerdə olsun. Hamımız gözəl olsun ki, bugün kəndimiz bizimdir, biz yığışdıq, qeyd elədik. Allah hamımız canı sağ eləsin, sağ olun. Oldu, Allah sizi var eləsin, gələn ayaqlarınız var olsun, əziz kəndimin cəmatı. İnşallah bu görüşlər elə biləm hər ildə bir dəfə olsa mütabiqdə olacaq. Mütabiqdir, inşallah hər il bir dəfə yığılarıq belə. İnşallah. Belə sağ olun, gələniniz var olsun. Yolun uzaqda nəzər alınır. Allah canınıza dəyməsin, Allah sizlərin olsun. Allah canınıza Düzülmüşü. Amin Allah. Allah canınıza Süzen herkes de gönderip süzen her gün çal herkes her gün çal herkes zulüm olmaz benim herkes hadi bana herkes Ayşe Ayşe Her yol seven